Line və polyline alətindən sonra draw menüsündə gələn ikinci bizim əsas alətimiz circle alətidir. Circle aləti line və polyline alətindən fərqli olaraq bir seçimdən ibarət deyil. Əgər biz burada alətin üzərinə gəlsək və tıklasaq, görəcəyik ki, burada bizim 6 ədəd fərqli seçimimiz var və biz bu dərsdə bu seçimlərin hər biri ilə tanış olacağıq. Keçən line ilə bağlı olan dərsdə, nümunə dərsində sizə qeyd elədim ki, ölçü vahidini necə dəyişə bilərik, onu bu dərsdə göstərəcəm. Əgər siz klaviaturanızda units yazsanız və enteri tıklasanız, bu şəkildə qarşınızda pəncərə açılacaq və bu pəncərədən gəlib ölçü vahidini dəyişə bilərsiniz. Bu hissədə bucaqla bağlı olan ölçü vahidini dəyişə bilərik. Burada nöqtədən sonra neçə ədəd sıfırımız görünsün, bunu dəyişə bilərik. Hələ ki, elə belə də saxlayaq. Burada bucaqla bağlı, daha doğrusu burada məsafə ilə bağlı idi. Az öncə yanlış dedim. Burada məsafə ilə bağlı olan ölçü vahidini dəyişə bilərik. Burada bucaq bağlı olan və burada gördüyünüz kimi santimetr, metr, kilometr və digər seçimlərimiz var. Siz ölçünüzə, işlədiyiniz cizgiyə uyğun olan ölçü vahidini buradan seçə bilərsiniz. Mən millimetr seçərək və yaxud da indi burada metr seçərək davam eləyəcəm. OK tıkladım və bu şəkildə artıq mənim çəkdiyim bütün cizgilərin ölçüləri metr olaraq qəbul olunacaq. İndi isə keçək draw menüsündə növbəti alətimiz olan circle alətinə. Burada oxun üzərinə tıkladım. Burada 6 ədəd seçimim var və birinci seçimim center radius seçimidir. Center radius seçimini edə bilməyim üçün gəlib buradan alətin özünü də seçə bilərəm və yaxud da ki, klaviaturamda əgər C hərfini bassam, gördüyünüz kimi birinci çıxan alət circle aləti olacaq və alətin üzərinə buradan tıklaya bilərəm və yaxud da enteri tıklaya bilərdim. Onu qeyd edeyim ki, biz C enter dediyimiz zaman elə ilk seçim hansıdırsa center radiusu seçmiş olacaq. Yəni burada mən tutaq ki, center diametrlə işləsəm və sonra gəlib C enter desəm, son seçdiyimi seçmir. İlkin burada seçim hansıdırsa onu mənim üçün götürmüş olacaq. Bunu da nəzərinizdə saxlayın. Gəlib burada circle alətinə daxil oldum. Center radiusu seçdim. Biz line alətini işləyərkən bildiyiniz kimi, yadınızda qalıbsa, səhifəmizdə hər hansı bir nöqtəyə vuraraq da cizgimizə başlaya bilərdik. Bu şəkildə gördüyünüz kimi hara gəldi, istədiyim kimi tıklayıb mən cizgi çəkə bilirəm və yaxud da ki, konkret olaraq bir koordinat oxundan, koordinat başlanğıcından və yaxud da ki, hər hansı bir XY nöqtəsindən mən cizgimi çəkməyə başlaya bilərdim. Yenidən C enter dedim. Gördüyünüz kimi məndən ilkin nöqtənin yerini soruşur. Əgər biz gəlib burada 0,0 eləsək, gördüyünüz kimi circle-mızın mərkəzi məhz koordinat oxunun başlanğıcında bu hissədə olacaq. Circle aləti ilə işləyərkən birinci seçimimizdə bizim daxil etməli olduğumuz sadəcə bir rəqəm var. Mən tutaq ki, gəlirəm 5.5 nöqtəsində bir ədəd circle açıram. Gördüyünüz kimi artıq circle-ım açılıb və orada qutucuqda mənim circle-ımın radiusunu məndən soruşur. Biz burada sadəcə bir dəyər daxil edirik. Bu dəyər də bizim circle-mızın radiusunu göstərəcək. Tutaq ki, əgər mən bura 10 yazsam, gördüyünüz kimi radiusu 10-a bərabər olan bir ədəd circle çəkmiş olacağam. Circle-ın özünü seçərkən burada üzərində 4 ədəd nöqtə görünür. Bu 4 nöqtənin biri, daha doğrusu hər biri bizim kvadrat nöqtəmizdir. Bu circle-ın mərkəzində yerləşən bir nöqtə isə bizim circle-mızın mərkəz nöqtəsidir. Əgər kvadrat nöqtəsinin üzərində dayansaq, görəcəyik ki, bizə burada circle-mızın radiusu göstərilir. Bu şəkildə sadəcə bir dəyər daxil edərək biz circle-mızı yarada bilirik. İkinci seçimimiz burada var ki, center diameter. Biz birinci seçimi eləyəndə bir dəyər daxil edirik və bu dəyər bizim radiusumuzu göstərir. Burada center diameter seçimini elədiyimiz zaman isə yenə də bir dəyər daxil edirik. Lakin bu dəfə çəkdiyimiz cizginin diametrini daxil edərək o diametrə uyğun bir circle yaratmış oluruq. Tutaq ki, mən gəlib 5.5 nöqtəsində yenidən circle açdım. 5 dəyərini daxil elədim. Beləliklə diametri 5-ə bərabər olan bir ədəd circle çəkmiş oluram. Görürsünüz ki, burada radiusu 2.5 göstərir. Bu deməkdir ki, diametrimiz də 5-ə bərabərdir. İndi tutaq ki, mən gəldim, center radius seçimini elədim və burada hər hansı bir circle açdım. Gördüyünüz kimi bu aşağıda diameter seçimi var. Bu deməkdir ki, mən buna tıklasam artıq center radius seçmiş olmağıma baxmayaraq avtomatik olaraq center diametrə keçid eləmiş olacağam. Qısa yolu klaviaturada D enter eləyərək də center diametrini aktiv hala gətirə bilərik. Mən indi D enter elədim və artıq center radius deyil, center diametrini seçmiş oluram və daxil elədiyim rəqəm də mənim diametrimi göstərmiş olur. Yəni qısa yol olaraq gəlib buradan center diametri seçmək əvəzinə C enter, sonra hansısa bir nöqtədən çəkməyə başlayıb D enter eləyərək də center diametrə
keçid eləyə bilərsiniz. Bu əl vərdişindən asılıdır. Yəni sizin üçün hansı daha uyğundursa o seçim ilə də işləyə bilərsiniz. Mən yenidən center radiusu seçdim və burada hər hansı bir radiusda sirkl çəkdim və indi istəyirəm ki, bu sirklın mərkəzində başqa bir sirkl çəkim. Yenidən bir sirkl seçim eləyirəm və gəlirəm bunun mərkəzinə, amma gördüyünüz kimi mən burada heç bir nöqtəni tuta bilmirəm və bu sirklın dəqiq olaraq mərkəzi haradır, onu ayırt eləyə bilmirəm. Bu deməkdir ki, biz yenidən sinaplara baş vurmalıyıq. Gəlirik sinap hissəmizə. Yanınızda qalıbsa biz line və polyline aləti ilə işləyərkən endpoint və midpoint sinaplərini keçmişdik. Yəni line'ın başlanğıc və son nöqtələrindən və həmçinin mərkəzindən tutmaq üçün istifadə olunan sinaplərimiz burada yerləşirdi. İndi isə biz sirkl aləti ilə bağlı olan sinapləri aktiv eləməliyik ki, bunlar da ardıcıl gəlmir. Birincisi center seçimidir. Bu mərkəzimizi göstərir, sirklımızın mərkəzini. Növbəti gələnləri hələ ki buraxırıq. Keçirik kvadrant'a. Gördüyünüz kimi burada da elə 4 nöqtə göstərir. Bu sirklımızın az öncə göstərdiyim 4 nöqtəsidir. Kvadrant seçimini aktiv edirəm və yenidən qayıdıram cizgimə. Bundan sonra əgər gəlib mən sirkl seçimini eləsəm, sirklımın üzərinə gələn kimi, əgər onun mərkəzini görmürəmsə, sadəcə bir dəfə yanına toxunaraq mən center işarəsini burada aktiv hala gətirirəm. Gördüyünüz kimi mausumla yaxınlaşıb uzaqlaşdıqdan sonra o işarə itir. Bu işarə itdiyi zaman yaxınlaşırsınız sirklın bir tərəfinə toxunursunuz. Gördüyünüz kimi həm eyni zamanda mərkəzimi, həm də ki kvadrant nöqtəmi mənim üçün göstərir. Mərkəzə gəldim və bu şəkildə artıq tam olaraq mərkəzdən bir sirkl çəkə bilirəm. Tutaq ki, bunun radiusu da deyirəm ki, 3-ə bərabər olsun. Və indi istəyirəm ki, bu iki sirklın kvadrant nöqtələrini bir-birinə birləşdirən bir xətt çəkim. Bunu çəkmək üçün line alətini seçirəm. Gəlirəm sirklimin üzərinə. Kvadrant nöqtəsinin üzərinə gələn kimi mənim üçün oranı aktiv eləyir və şərti işarəsi ilə göstərir ki, bu kvadrant nöqtəsidir. Bu nöqtədən bir dənə tıkladım, qaldırıram. Bu nöqtəyə gördüyünüz kimi iki sirklın kvadrant nöqtəsini birləşdirən bir ədəd line çəkmiş oldum. Line'ı seçib bu sirklların kvadrant nöqtələrini bu şəkildə də bir-biri ilə birləşdirə bilərsiniz. Növbəti seçimlərimiz burada gəlir artıq 2 point, 3 point seçimləri. Bu iki seçim hər ikisi də bir-birinə bənzəyir. Tutaq ki, mənim ekranımda bu şəkildə 2 ədəd sirkl var. Mən istəyirəm ki, bu iki sirklın hər hansı iki nöqtəsini bir-biri ilə birləşdirən sirkl çəkim və yaxud da ki, bu şəkildə line'ım var və yaxud da hələ keçmədiyimiz bir alət olan rectangle alətimiz var və s. Gəlirəm burada 2 point seçimini eləyirəm. 2 point seçimini eləyəndən sonra bizdən sadəcə 2 dəyər soruşur. Daha doğrusu dəyər deyil, 2 nöqtə soruşur. Bu iki nöqtəni seçdiyim halda o iki nöqtədən keçən bir ədəd sirkl çəkmiş olur. Tutaq ki, mən bu nöqtəni seçdim. Birinci nöqtəmi ora qoydu. Gətirirəm ikinci nöqtəm. Tutaq ki, bu nöqtəyə mənim üçün bir ədəd bu şəkildə sirkl çəkmiş olur və yaxud da yenə də seçdim. Gəlirəm deyirəm ki, bu line'ın bu nöqtəsindən və bu nöqtəsindən keçən bir ədəd sirkl çək. Gördüyünüz kimi həmin bu cizgimiz bu sirklın daxilində qalmış oldu. 2 point'i seçərkən ölçü də verə bilərik. 2 point'i seçdim. Tutaq ki, başlanğıc nöqtəsi buradan olsun deyirəm. Yuxarı doğru aparıram bunu. Burada 10 yazıram. Diametri 10-a bərabər olan bir ədəd sirkl yaratmış oluruq. Növbəti seçimimiz olan 3 point də buna bənzəyir. Sadəcə bu halda biz 2 nöqtə deyil, 3 nöqtə seçirik. Yəni ki, 1 nöqtə bura, 1 nöqtə bura və 1 nöqtə də bura olan və bu nöqtələrdən keçən bir sirkl çək deyirik. Gördüyünüz kimi bu 2-3 nöqtədən keçən sirkl çəkmiş oluruq və bizim bu xəttlərimiz bu sirklı eyni zamanda da kəsə bilən xəttlərdir. Yəni mən əgər bu xəttlərin hər birini uzatsam, belə bu şəkildə gördüyünüz kimi sirklımı kəsirəm, bunu yuxarı qaldırıram, bunu da buradan uzadıram. Gördüyünüz kimi hər bir nöqtə bu sirklı kəsə bilir. İndi burada bunu yuxarı qaldırdığım üçün avtomatik burada uzaqlaşdı. Bunu göstərməyimə səbəb indi sizə tantan radiusu izah eləyərkən tantan ilə sirklı bir-biri ilə qarışdırmamağınızdır. 3 point ilə 2 pointdə biz heç bir dəyər daxil eləmirik. Sadəcə seçdiyimiz nöqtələrdən keçən sirkl çəkmiş oluruq. Bu hissələri daha sadədir və sirklın nisbətən ən az istifadə olunan alətləridir. Ən çox istifadə olunan alətlərdən biri tantan radius alətidir ki, bu alət bir çox cizgilərdə qarşımıza çıxacaq. Tutaq ki, mənim belə bir sirklım var, bir ədəd də belə bir sirklım var. Mən istəyirəm ki, bu iki sirkla toxunaraq keçən bir ədəd burada x radiusa bərabər olan bir sirkl yaradım. Bunun üçün gəlirəm, ilk öncə ara məsafəsinə baxaq. Bunlar arasındakı ara məsafə nə qədərdir? Ara məsafə 12.4-ə bərabərdir. Tantan radiusu seçdim. Tantan radiusu seçəndən sonra bizdən yenə də 2 nöqtə istəyir
Və mən bu iki nöqtəni bu sirkılların bu hissələrindən də verə bilərəm, bu hissələrindən də və bu halda verdiyim dəyərlərə uyğun olaraq yaranan fiqur da fərqli olur. Tutaq ki, mən bir bu nöqtəni seçdim, bir də bu nöqtəni seçdim və artıq bu iki nöqtəni seçəndən sonra məndən radius istəyir. Tutaq ki, mən radiusu 30 yazıb enter tıklayıram. Gördüyünüz kimi mənim seçdiyim nöqtələrə uyğun olaraq bu sirkıllara toxunaraq keçən radiusu 30-a bərabər olan bir sirkıl yaratmış olur. Burada toxunma nöqtələrini biz dəqiq olaraq seçə bilmirik. Əgər fikir verdinizsə, yenidən Tantan radiusa gəlirəm. Mən sadəcə istiqamətini verirəm. Yəni, mən burada konkret nöqtə seçə bilmərəm. Proqram özü ayarlayır ki, bu iki nöqtəyə toxunaraq keçən sirkıl harada yerləşir. Tutaq ki, əgər mən bu nöqtə və bu nöqtəyə toxunaraq keçən desəm, indi gördüyünüz kimi seçdiyim hissə fərqli oldu. Burada gəlib radiusu tutaq ki, 15 yazsam, gördüyünüz kimi bu dəfə mənim sirkılımı bu şəkildə vermiş olur. Yəni, bu fiqurun qabarıq hissəsi bu tərəfə düşür. Burada isə qabarıq hissəsi yuxarı düşür. Buna mən içə və çölə doğru tantan vermək deyirəm. Nümunələri işlədikcə daha aydın başa düşəcəksiniz. Tutaq ki, belə bu şəkildə tantanlar yaratdım. Bizim modify alətlərimizdə olan trim alətini seçib, bunları kəsərək bu şəkildə bir fiqur yarada bilərəm. Ctrl-Z eləyib geri qayıdıram. Tantan radiusu bir daha göstərəcəm sizə. Biz burada iki cür seçim eləyə bilərik. Bir sirkılın bu hissələrindən, digəri isə çölə doğru olan bu hissələrindən verə bilərik və bu halda radiusa uyğun olaraq eyni radiusu versək belə fərqli ölçüdə, fərqli görünüşdə fiqur yaranacaq. Gördüyünüz kimi 20 verdim. Bu şəkildə oldu. Çölə doğru verdiyim zaman 20 verərsəm isə bu şəkildə olmuş olur. Yəni, bu ikisinin fərqi bundan ibarətdir. Tantan nöqtələri nə deməkdir? Tantan nöqtələri toxunma nöqtələri deməkdir. Mən bu iki sirkıla radiusu 20-yə bərabər olan bir tantan versəm, əgər mən gəlib burada bu sirkıla toxunma nöqtəsinə baxsam, burada hansısa bir nöqtə var ki, bu iki sirkıl bir-birinə toxunub. Yəni, bu sirkıl aşağıda olan bu sirkılı kəsib keçmir. Tam olaraq onun bir nöqtəsində toxunaraq keçir. Və tantanın məqsədi də bundan ibarətdir. Ona görə də az öncə dediyim kimi, tantan ilə işlədiyimiz zaman verdiyimiz xətt heç vaxt bizim sirkılımızı kəsmir. Onun hansısa bir nöqtəsində toxunub keçir. Ona görə də biz konkret olaraq bir nöqtəni burada seçmiş olmuruq. Və növbəti seçimimiz, son seçimimiz tantan seçimidir ki, bu da elə indi göstərdiyim tantan radiusa bənzəyir. Sadəcə burada biz heç bir radius və dəyər daxil eləmirik. Sadəcə 3 ədəd nöqtə veririk və o 3 ədəd nöqtədən toxunaraq keçən bir ədəd sirkıl yaradılmış olur. Onu qeyd edeyim ki, tantan radiusla işlədiyimiz zaman əgər verdiyimiz dəyər o iki sirkıla uyğun olmazsa, o zaman tantan yaratmır. Yəni, tutaq ki, mənim bir ədəd belə sirkılım var, bir ədəd də belə və indi biz arasındakı məsafəyə baxaq bunların 16-ya bərabərdir. Əgər mən gəlib bu ikisi arasında tantan versəm və 16-dan çox az bir dəyər versəm, tutaq ki, 5 versəm, 5 bura ola bilər ki, uyğundur. Gəlib daha az bir dəyər verək, tutaq ki, 1 verək. Gördüyünüz kimi, bir radiuslu bir sirkıl bunlara toxunaraq keçə bilməz. Tutaq ki, bir radiuslu sirkıl bu qədərdir və bu heç bir halda bu iki sirkıla toxunaraq keçə bilməz. Yəni, bu amili də nəzərdə saxlayın. Belə dostlar, sirkıl alətimiz haqqında bu qədər. Bu alət haqqında kifayət qədər nümunələr var və növbəti videolarda siz sirkıl aləti haqqında nümunələri görəcəksiniz.